Salam, mən psixoloq Nigar Bəkirova. Bugün istəyirəm sizinlə Adel sindromu haqqında danışım. Adel sindromu öz adını məşhur fransız yazıçısı Victor Hugo'nun qızı Adel'in adından götürmüşdür. O qeyri-adi sevgi hekayəsi ilə tarixə düşmüşdür. Adel ailədə 5-ci uşaq olmuşdur və buna baxmayaraq onun psixologiyası zamanla pisləşməyə doğru getmişdir. Adel 1843-cü ildə böyük bacısını itirdikdən sonra isə bu proses daha da tezləşməyə doğru getmişdir. Belə ki, Adel 1852-ci ildə öz atasının yanına Hemsi adalarına getmişdir. Burada dərin bir depressiyaya düşdüyü üçün müalicə məqsədi ilə 1858-ci ildə Fransaya gətirilmişdir. 1861-ci ildə isə Adel Pinson adlı bir zabit ilə tanış olur və fikirləşir ki, o həyatının sevgisini tapmışdır. Zaman keçdikcə bu sevgi nə yazıq ki, ayrılıqla nəticələnir. Pinsona aşırı dərəcədə sevgi göstərməsi, onu aşırı dərəcədə bezdirməsi Pinsonun ondan ayrılmasına gətirib çıxarır və nəticədə Adel daha ağır bir depressiyaya düçar olur və o fikirləşir ki, əslində Pinson onu çox sevir və durmadan onu izləməyə başlayır və hətta onun borclarını ödəməyə çalışır, onun getdiyi ərazilərdə kiraya ev tutmağa başlayır və nəticədə Adel müflisləşir. Pinson isə başqası ilə ailə həyatı qurur və öz xoşbəxt ailəsinə davam edir. Bunu isə Adel heç cür qəbul edə bilmir. Axırda isə atası onu ruhi xəstəxanaya yerləşdirir. Adel ömrünün sonuna kimi həmən o xəstəxanada qalır. Bununla da Adel öz psixologiyasını, psixi sağlamlığını bu sevgi xəstəliyinə görə itirmiş olur. Tipdə də bu sindromun adı elə Adel sindromu, sevgi xəstəliyi adlanır. Platonik dərəcədə birini dəlicəsinə sevmək məsələ bu sindromdan adını götürmüşdür. Belə ki, günlük həyatımızda da bəzi insanlar var ki, saplantılı dərəcədə birini sevirlər və fikirləşirlər ki, bu onun həyatının sevgisidir və heç cür ondan ayrıla bilmirlər. Yaxşı olar ki, bu sindromdan əziyyət çəkən insanlar ilk növbədə bu cür düşüncələr onlara gəldiyi zaman psixoloqa müraciət etsinlər və erkən seanslara, erkən müalicələrə başlasınlar. Belə ki, birinci xəstənin özü qəbul etməlidir ki, onda saplantılı dərəcədə, aşırı dərəcədə kiməsə qarşı sevgi hissi vardır və bundan qurtulmaq yollarını seçməlidir. Burada bir çox metodlardan istifadə edə bilərik. Məsələn, onun mənfi xüsusiyyətlərini bir dəftərə tutub yaza bilərik. Bu bizdə onun qarşı tərəfin əslində düşündüyümüz qədər ideal olmadığını ortaya çıxaracaq. Əgər pəncərənin qarşısında durarkən biz platonik aşıq olduğumuz insanı fikirləşiriksə, o zaman oradan uzaq durmağa çalışmalıyıq. Onu xatırladacaq məkanlardan uzaq durmağa çalışmalıyıq. Hər kəsə biz onun haqqında danışdığımız insanlar var ki, biz o şəxslərdən artıq dostluq əlaqələrimizi kəssək daha yaxşı olar. Hər kəsə bu haqda danışmamağa çalışmalıyıq. Yaxşı olar ki, ümumiyyətcə məkanı dəyişməliyik. Başqa ölkəyə səyahətə çıxmaq daha yaxşı nəticələr verir. Ona aid olan biletləri, mesajları, nələrsə yığmaq varsa bizdə, bax bunları kənarlaşdırmalıyıq və artıq onları bir zibil qutusuna atıb yandırmalıyıq ki, biz bu xəstəlikdən onu unutmağa çalışa bilək. Çünki əgər insan özü bunu qəbul eləmirsə və fikirləşir ki, hələ də onu sevir, qarşı tərəf hələ də onu istəyir, o zaman heç cür bu xəstəlikdən sağala bilmərik. Buna görə də ilk növbədə özümüzün həkimi olmalıyıq və fikirləşməliyik ki, bizdəki bu hal doğru deyil, bizi əsil, sevən insanlar tapmalıyıq və onların qədrini bilməliyik. Ona görə də həyatınızda bu cür hallar baş verirsə, çalışın vaxt itirmədən
həm mütəxəssisə müraciət eləyin, həm də ki özünüzdə olan bu prosesləri fərqinə vara biləsiniz.